İmtahanda valideynlərin və abituriyentlərin ən çox qorxduğu şey həyəcandır. Çünki həyəcanlanıb heç nəyi yaza bilməyəcəklərini düşünürlər, unudacaqlarını düşünürlər abituriyentlər. Halbuki həyəcanın haqqında bilməli olduğumuz bir nüans var ki, əslində imtahanda bizə ehtiyacımız olan lazımlı bir şeydir. Amma müəyyən qədəri təbii ki. Həddindən artıq həyəcan təbii ki, uğursuzluğa səbəb ola bilər. Amma bir qədər həyəcanın olması çox normaldır və bu bizim işimizə yarayır imtahanda. İmtahandan öncə stresi idarə etmək üçün mütləq evdə kiçik simulyasiya halında imtahanı özlərinə yaşadırmış kimi sınaq yazmaqlarını tövsiyə edə bilərik. Ta ki imtahanın müddəti 3 saatdırsa 3 saat vaxt qoyub bütün fənləri işləyə bilərlər. Psixoloqların sözlərinə görə stres ilk növbədə insanın düşüncə tərzinə təsir edir. İmtahandan əvvəl yaranan gərginlik diqqətin zəifləməsinə, məlumatın yadda saxlanılmasında çətinliklərə və özünə inamın azalmasına səbəb ola bilər. Əgər abituriyentlər stressdən, həyəcandan əziyyət çəkirsə, imtahandan çox qorxu yaşayırlarsa, məktəb psixoloqlarından da dəstək ala bilərlər. Məktəb psixoloqları xüsusən valideynlə münasibətlərinə diqqət etməlidir. Çox zaman abituriyentlərdəki stres, həyəcan ailədən qaynaqlanır. Ailədəki baskı, valideynlərin övladlarından və deyək, onun potensialından həddindən artıq bir nəticə gözləməsi nəticəsində uşaqlarda həddindən artıq stres yarana bilər. Buna da dəstəyi müəllimlər və psixoloqlar da göstərə bilərlər. Mütəxəssislər qeyd edirlər ki, imtahana bir neçə gün qalmış gecə saatlarına qədər dərs oxumaq və istirahətdən imtina etmək məhsuldarlığı artırmır. Əksinə, yuxu çatışmazlığı diqqət və yaddaşın zəifləməsinə səbəb olur. Şagirdlərə imtahan nəticələrinə görə deyil, eyni zamanda onların əzmkarlığına və zəhmətlərinə görə də qiymət verilməlidir. Qeyd etmək istəyirəm ki, şagirdlər imtahan qabağı hazırlıq prosesində sağlam qidalanmaya, vaxtlarının düzgün idarə olunmasına xüsusi diqqət yetirilməlidir. Mütəxəssislər vurğulayırlar ki, hər bir imtahan sadəcə biliklərin qiymətləndirilməsi vasitəsidir və bu mərhələni stressiz keçirmək mümkündür. Düzgün hazırlıq, sağlam həyat tərzi və müsbət düşüncə uğura aparan əsas amillərdən hesab olunur. Bəzən çətinliklər olsa da, digər müəllimlərim və valideynlərim dəstəyi ilə bu çətinliklərin üstəsindən gəlmişəm. Bu müddətdə müəllimlərimin verdiyi tapşırıqları yetərincə yerinə yetirməyə çalışmışam və bunun nəticəsində də hədəfimə nail olmuşam. Məqsədim isə Naxçıvan Dövlət Universitetində hüquq və yaxud da dövlət idarə etmə ixtisasına qəbul olmaqdır. Mənə görə hər bir şagirdin fərqli metodu vardır. Mən də daha çox gecə oxumağa üstünlük verirəm. Məncə belə daha yaddaşlı olur. Həmçinin biz günorta vaxtları daha çox hazırlıqlarda olduğumuz üçün axşam vaxtlarına daha çox belə enerjimiz, həm də dərs oxuma saatımız olur. Bundan başqa tövsiyə edirəm ki, şagirdlər mütləq yuxu sistemlərinə və qidalarına diqqət etməlidirlər. Çünki bu uğur yalnız oxumaqla deyil, həm də özümüzə qayğı göstərərək qazanılır. 2026-2027-ci il buraxılış həm blok imtahanlarda yüksək nəticə göstərmişəm. Bu yolda həm müəllimələrimə, həm məktəb heyətinə təşəkkür edirəm. Gələcəkdə məqsədim vətənimizə yararlı hüquqşünas olmaqdır. Bu yolda uşaqlara məsləhətim çox çalışmaq və oxuduqlarını tez sürətlə tətbiq etməkdir. Valideynlərə tövsiyə olunur ki, bu dövrdə uşaqlarına əlavə təzyiq göstərmək əvəzinə onlara dəstək olsunlar. Müsbət motivasiya, anlayış və düzgün istiqamətləndirmə abituriyentin özünə inamını artırır. Valideynlərə tövsiyəmiz olar ki, bu dönəmdə övladlarını başqaları ilə müqayisə etməsinlər və övladlarına bunun bir son olmadığını mütləq şəkildə vurğulasınlar. Əgər uğursuz olsa belə, bundan sonra yenə sınaya biləcəklərini və ya bu sahədə deyil də başqa bir peşəyə yönələ biləcəklərini izah etsinlər. Belə olduğu halda imtahan çox da uğurlu keçir və abituriyentlərlə valideynlər arasında da problem yaşanmır. Bu reallığı qəbul etmək hər şeydən önəmlidir. İmtahan qabağı stres qaçılmaz olsa da düzgün yanaşma və balanslı həyat tərzi ilə bu gərginliyi minimuma endirmək mümkündür. Bütün abituriyentlərə uğurlar arzusuyla. Həsən Məmmədov, Tərlan İbrahimova, Namiq Abbasov, NTV Xəbər.